Yine bir peçenye resepti ilə qarşınızdayım. Peçenyeləri pişirməyi çox sevirəm. Profilimdə də görsəniz, əsasən şirniyyat və peçenye videolarıdır. Əslində reseptləri bir-birinə çox oxşar olurlar. Sadəcə burada əsas məsələ fərqli formaları verməkdir. Hazırlanma qaydasında duru yağ, şəkər, kirşanı və yumurta bir-birinə 1-2 dəqiqə qədəri qarışdırıram. Daha sonra üzərinə 1 çay qaşığı qabartma tozu, 1 paket vanil, digərinə 1 paket qabartma tozu görə bilərsiniz, amma onun 1 çay qaşığını daha əvvəl götürmüşdür. Onları da qarışdırıb üzərinə otaq temperaturunda olan kər yağını əlavə edib qarışdırıram. Daha sonra ölçülü şəkildə isə ununu əlavə edərək yumuşaq bir xəmir yoğururam. Ununu ölçülü etməyinə diqqət edin ki, xəmir sonra bərk və ya quru olmasın. Yəni bunun xəmiri belə bu halında başa düşməyə bilərsiniz, ancaq bişəndən sonra çox quru və bərk olur. Kiçik kündələr halına gətirirəm. Daha sonra kündəni biraz əlimlə yaslayıb belə stəkanın ağzı ilə forma verirəm. Əgər sizdə nəzik armudu stəkan varsa, onunla çox daha qəşəng olacaq. Məndə yox idi və ağız hissəsi biraz qalın idi bunda. Daha sonra isə sobada bişirirəm. Bişmiş peçenyələrin belə yarı hissəsini buxarda əritdiyim şokolada batırıram. Və artıq hazırdır. Bişirən hər kəsə nuş olsun. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.